Salam, dəyərli şagirdlər. 10-cu sinif, blok 2, qrup 1 üzrə, riyaziyyat kimya alt qrupu üzrə sualların izahını təqdim edirik. 61-ci sualımız. Azot qazı və amonyak qazı üçün ümumi olan ifadələri müəyyən edin. 1. Mürəkkəb maddədir. 2. Sabit fiziki xassələrə malikdir. 3. Molekulları eyni növ atomlardan ibarətdir. 4. Saf maddədir. Buradan görünür ki, azot qazı bəsit maddədir, amonyak qazı isə mürəkkəb maddədir. Bəsit və mürəkkəb maddə hər ikisi saf maddə olduğuna görə onların sabit fiziki xassələrə malik olduğunu deyə bilərik. Ona görə də hər ikisi üçün ümumi cavab biz 2 və 4 götürə bilərik. Cavab B bəndi. 62-ci sualda hidroksonium iyonu verir. Elektron sayını X, proton sayını Y, Z isə neytron sayı kimi ifadə eləyib müqayisə etməliyik. Deməli, hidroksonium iyonunda hidrogen protium izotopundan istifadə olunub 1,1, oksigen 16,8 izotopundan istifadə olunubdur. Protonların sayını tapan zaman 3 dənə hidrogen atomunu 1-ə, hərəsinin bir protonu olduğuna görə 1-ə vururuq 3, üstünə 8 gəlirik, eləyir 11. Və 11 protonu var, Y bərabər oldu 11. Elektron sayına gəldikdə hidroksonium iyonu müsbət bir yüklü olduğuna görə bir elektronu veribdir. 11-dən 1 çıxırıq, 10 elektronu var. X bərabərdir 10. Neytron sayı isə hidrogende yoxdur. 1 olduqda 1-dən 1-i çıxırıq 0 neytron. 16-dan 8-i çıxırıq 8 neytron. 1 oksigen atomunda olduğuna görə 8 neytrondan ibarət olur. Bu da Z bərabərdir 8 edir. Uyğun olaraq cavabı biz Y böyükdür, X böyükdür, Z cavabını seçirik. Bu da uyğun gəlir B variantına. 63-cü sualda litium metalının yanma tənliyi verilibdir. A kilojol istilik ayrılıbdır. Burada istilik effekti adı. Litium oksidin əmələ gəlmə istiliyini soruşur. Litium oksidin əmələ gəlmə istiliyi tapan zaman biz istilik effektinin qiymətini litium oksidin əmsalına bölürdük. Ona görə də cavabımız A böl 2 olmalıdır. Cavab D variantı. 64-cü sualda sink metalının duru sulfat turşuna qarşılıqlı təsir reaksiyası verilibdir. Sink, sulfat və hidrogen qazı ayrılır. Buradan sink sulfat turşunun hidrogenlərini əvəz etdiyinə görə əvəz etmə reaksiyasına aid uyğun olur. Cavabımız B variantı. Əvəz etmə reaksiyası. 65-ci suala gəlirik. Etilenin yanma tənliyi verilibdir. 1 mol etilen yandıqda 3 mol oksigen, 2 mol karbon qazı, 2 mol su alınır. Q qədər enerji ayrılır. Deyir ki, hansı hallarda eyni miqdarda istilik ayrılar? Baxırıq, birincini oxuyuram. Deməli, 11,2 litr etilen yandırıldıqda ayrılan enerjini hesablasaq, görərik ki, 1 mol etilendən Q enerji ayrılırsa, Q qədər, 11,2 yarım mol olduğuna görə yarım moldan da Q böl 2 qədər enerji ayrılar. yəni 1-də Q böl 2 olur. 2-yə baxaq. 2-ni yoxladıqda 11,2 litr karbon qazı alındıqda görək 2 mol karbon qazından Q alınıbsa 11,2 olanda bu 4də 1 eləyir. Ona görə də 1 ilə 2 eyni qədər istiliyə uyğun gəlmir. 3-ü oxusam 1 mol su alındıqda 1 mol suyun qarşısında əmsal 2-dir. 2 mol sudan Q ayrılırsa 1 mol sudan ayrılacaq Q böl 2. 3-ü də götürə bilərəm. 4-də 67,2 litr oksigen reaksiyaya girdikdə deyir. O da 3 mol eləyir. O da kimyəvi reaksiyanın tənliyinə uyğun olaraq Q qədər enerji ayrılır. Ona görə də uyğun cavab 1 və 3-ə uyğun gəlir. 65-ci sualımızda deməli 1 və 3 A variantı. 66-cı sualımız gəlir. 66-cı sual deyir ki, qarışıqlar verilibdir. Neft, benzin, su, xörək duzu, su. Bunların ayrılma üsulunu. Neftin ayrılma üsulu distillə üsulu olduğunu bilirik. Cavablarda B və Y-ni götürdük. Xörək duzunun su ilə qarışığının ayrılması buxarlanma olduğuna görə, ona görə də B və Y-nin arasında buxarlanma ilə yenə B ilə Y-ni seçirik. Bir benzin və su qarışığına görə biz düzgün cavab olaraq Y bəndini götürməliyik. Yəni burada benzin su qarışığı durultma üsulundan ayrılır.
67-ci sualda etilenin yanma tənliyi 2 mol karbon qazı, 2 mol su və 1400 kJ istilik ayrılıbdır. Ayrılan istiliyin miqdarı 280 kJ olarsa, reaksiya sərf olunan oksigenin həcmini tapın deyir. Deməli, kimyavi reaksiyanın tənliyi verilibdir. Nə edəcəyik? 280 kJ enerjini 1400 kJ-ın üstünə yazırıq. Sərf olunan oksigenin miqdarını da A olaraq yaxud da X olaraq oksigen qazının üzərinə yazırıq. Düşürük aşağı. Reaksiyanın tənlikdə oksigenin altına 3 vurulsun 22,4 litr. İstilik effektinin altına da 1400 kJ yazaraq tənasüb işləyirik. Tənasübün qiyməti 13,44 litr eləyir. Cavabımız D variantı. 68-ci sualın cavabı 1 molda olan iyon rabitələrin sayını soruşur. Alüminium sulfiddə iyon rabitələrin sayını tapmaq üçün alüminiumun valentini alüminium atomlarının sayına vururuq. 3'ü 2'ye vururuq. X 6 eləyir. Kaliumun valenti 1'dir. 1'i 2'ye vururuq. Y 2 eləyir. Natriumun valenti 1'dir. Onu 3'e vururuq. 3 eləyir. Deməli, X 6, Y 2, Z 3 olduğuna görə 68-ci sualda X böyükdür, Z böyükdür, Y cavabımız C variantına uyğun gəlir. 69-cu sualda hansı element daha güclü metallıq xassəsinə malikdir? Burada elementləri sanki Mendeleyevin dövr sistemi üzrə düzməliyik. A variantında 3-cü dövr 3-cü qrup elementi alüminiumdur. B variantında 5-ci qrup 1-ci qrup 5-ci dövr elementi, C-də 2-ci dövr 1-ci qrup elementi, D-də 4-cü dövr 2-ci qrup elementi, Y-də isə 7-ci qrup 2-ci dövr elementi yerləşir. Və biz bilirik ki, ümumiyyətlə 1-ci qrup, 2-ci qrup elementlərin hamısı metallar, 3-cü qrupda bordan başqa geriyə qalan hamısı metal sayılır. Yəni, əgər əsas yarım qrupda yerləşən elementlərin üzərində NS2, NS1, NS2, MP1, yəni N istisna 2 olarsa, bunlar hamısı metallardır. Və qrup üzrə yuxarıdan aşağıya doğru gəldikcə, qrup üzrə şaqul istiqamətdə metallların metallıq xassələri artır. Çünki radiusu artır. Radiusu artdıqda nüvə xaricdə yerləşən elektronu zəif cəzb eləyir, asanlıqla verir. Asanlıqla verdiyinə görə elektron vermə metallıq reduks edicilik olduğuna görə metallıq və reduks edicilik xassəsi artır. Uyğun cavab burada ən aşağıda duran element 5-ci dövr elementi olan B variantı, 1-ci qrup 5-ci dövr elementi. Cavabımız B variantı olacaq. 69-70-ci suala baxırıq. 70-ci sualda X və Y verilib. Sıra nömrə 20 və 15-dir. Bu elementlərin əmələ gətirdiyi birləşmənin formulunu müəyyən edin. Baxırıq. X elementi sıra nömrəsi 20 olduğuna görə bunu elementlərin energetik səviyyədə elektronların paylanmasına əsasən yazsaq 2 elektron, 8 elektron, 8 elektron və 2 elektron olaraq yaza bilərik. 4-cü dövr 2-ci qrup, A yarım qrup elementi olan, sıra nömrəsi 20 olan kalsium hesab olunur. Yəni, xarici energetik səviyyəsində 2 elektron varsa, bunu sırf metal olduğunu deyə bilərik. Y elementi 15-ci yerdə durur. Protonların sayı 15'dir. 2, 8, 5 olaraq bölərik. Xaricdə yerləşən 5 elektronu 3s2, 3p, 3 kimi yazsaq, 3 valentli element qeyri-metal olduğunu deyə bilərik. Bu da fosfordur uşaqlar. Deməli, kalsium fosfid birləşməsidir. Kalsium 2 valentlidir, fosfor 3 valentlidir. Kalsium fosfid birləşməsində cavab X2, Y3 kimi yaza bilərik. Valentlərinə görə cavabımız 70-ci sualda C bəndi, C bəndi, yəni cavabımız X2, Y3. 71-ci sual gəlir. 3-cü dövr 2-ci A yarım qrup elementinin 2 müsbət yüklü iyonunda neçə elektron var? Deməli, 3-cü dövr 2-ci qrup elementinin biz yazarıq. 1s2, 2s2, 2p6 birinci, ikinci dövrlər tamamlandı. 3s2, 3p0 yazarıq. 3s'də 2 elektron var.
Elə bu 2 elektronu da verdikdə geriyə 1s2, 2s2, 2p6 qalır. Yəni 10 elektron qalır. Ona görə də elektronların sayı D variantı 10. 72-ci sual. 67,2 litr etilendə olan atomların ümumi mol sayını hesablayın. Deməli, 67,2 litrin 3 mol olduğunu bilirsiniz. Hardan bilirik? Deməli, 22,4 litr 1 moldursa, 67,2 litr, 67,2 litr eləyər 3 mol. 3 mol etilendə də atomların sayını tapanda 1 mol etiləndə C2H4 olduğuna görə 6 atom varsa, 3 molda 6-nı 3'ə vururuq. Cavabımız B variantı 18 atom eləyir. 73-cü suala baxırıq. Adi şəraitdə molekul kristal qəfəs əmələ gətirən maddəni müəyyən eləyin. Adi şəraitdə molekul kristal qəfəsi əmələ gətirən elementlər, maddələr hansılardır? S8, yəni kristallik kükürt, ağ fosfor P4, yod, borat turşusu və s. deyə bilərik. Burada cavab Y bəndi. Adi şəraitdə S8 molekul kristal qəfəs əmələ gətirir. Y bəndi 73-də. 74-cü sual. Hansı elementlər arasında kovalent rabitə əmələ gəlir? Rabitə mövzusunda deyilmişdi ki, elementlər metalla qeyri-metal olarsa iyon rabitə, aralarında iyon rabitə yarana bilər. Qeyri-metal arasında isə kovalent rabitə yarana bilər. Əgər qeyri-metallar eyni element atomlarından təşkil olunursa, kovalent qeyri-polyar, müxtəlif qeyri-metal atomlarından təşkil olunursa, polyar rabitə olur. Belə baxdıqda X elementinin ikinci dövr 6-cı qrup elementi olduğunu görürük. Bu oksigen elementidir. Y elementinin 5-ci qrup 3-cü dövr elementi olduğunu görürük. Bu fosfor elementidir. Z isə 4-cü dövr 2-ci qrup elementidir. Və biz demişdik ki, xarici energetik səviyyədə 2 elektron varsa, 1 elektron varsa sırf metallardır. Ona görə metalla cavabı kənara qoyuruq. Z-i də kənara qoyuruq. Kovalent rabitə X ilə Y arasında yarana bilər. Cavabımız yalnız 1. 74-cü sualın cavabı yalnız 1. Bu da eləyir B variantı. X və Y arasında. Sonra 75-ci sual. Qeyri-molekulyar quruluşlu maddəni müəyyən eləyin. Maddələr quruluşuna görə molekulyar, bir də qeyri-molekulyar quruluşlu olur. Burada biz qeyri-molekulyar quruluşlu maddə olaraq iyon quruluşuna malik, iyon kristal qəfəsi əmələ gətirən D variantını göstərə bilərik. 75-də sualda D variantı. 76-cı sual gəlir. 76-cı sual. Deməli, deyir ki, lityum oksid maddəsi verilibdir. Maddənin kütləsi 6 qramdır. Maddədə elementlərin kütləsi lityum x qram, oksigen isə y-dır. Y-X fərqini müəyyən edin. Baxırıq, lityum oksidin emerinə. Lityum oksidin emeri 2 vurulsun 7 üstə gəl 16. Oksigen 16'dır, lityum 7'dir. 2 dənə lityumu 2 olduğuna görə indeksində 2-ni 7'yə vurub üzərinə 16 gəlib 30 tapırıq. 30 qram lityum oksid tərkibində 14 qram lityum varsa, 6 qram lityum oksiddə nə qədər olduğunu tapsaq, tənasüb qrup, tənasübdə 2,8 qram lityum olduğunu tapırıq. 6 qramın 2,8 qramı lityumdursa, 6-dan 2,8'e çıxıb 3,2 qram oksigen elementi olduğunu tapırıq. Və beləliklə 3,2-dən, Y-dan X-ı 2,8'e çıxsam, 0,4 alınar. Uyğun cavab C variantı. 77-ci sualda X, Y, Z maddələrinin ərimə temperaturları verilibdir. 50 dərəcədən 5 dərəcəyə qədər temperatur azaldıqda maddələrin kondensləşməsi, hansı maddələrdə kondensləşmə baş verər, soruşur. İzahını versək, deməli, əgər maddə 0 dərəcədə əriyib 80 dərəcədə qaynayırsa, 0 dərəcəyə qədər bərk halda, 0 dərəcə 80 dərəcə aralığında maye, 80 dərəcədən yüksək temperaturda isə qaz halında olur. Bu element, bu maddə 50 dərəcədən 5 dərəcəyə qədər soyutduqda elə maye olaraq qalır. Axı 80 dərəcə çatmalıdır ki, o qaza çevrilsin. Yaxud da 80-dən yuxarı olduqda qaza çevrilir.
50 dərəcədən 5 dərəcə arasında dəyişmir. X-i götürə bilmərik. Y-da deyir ki, -50-yə kimi maddə bərkdir, 15 dərəcədə isə qaynayır. Müsbət 50 və 5-ə qədər baxaq, müsbət 50-də artıq qaz halında olur. 5 dərəcə Selsi temperaturda isə maye halında olur. Qazdan maye keçibdir, bəli, kondensləşmə baş veribdir. Y-ı götürə bilərik. Z isə 10 dərəcədə əriyibdir, 140 dərəcədə qaynayır. 50 və 5 aralığında isə yenə heç nə dəyişmədiyinə görə, yəni Y-ı götürə bilmirik. Cavabımız yalnız Z-i götürə bilmirik. Cavabımız yalnız Y eləyir. B variantı. 78-ci sualda bizə verilən maddənin tərkibində siqma və pi rabitələrin sayını tapıb uyğun gələn variantı seçməliyik. 83-cü suala baxırıq. XO maddəsi veribdir. Maddədə oksigenin kütlə payı 20%-dir. Bizə X2O-nun molyar kütləsini hesablamağı istəyir. Deməli, XO-nun tərkibində X 80, oksigen isə 20%-dir. Deməli, oksigenin kütlə payının tapılması düsturu XO-nun tərkibində aer oksigen vur N bölünsün mR maddə. Bu düstura baxdıqda 20% bərabərdir 16-nı, bir dənə oksigen olduğuna görə 1-ə vururuq, onu da 100-ə vururuq, bölürük X2O-nun kütləsinə. 2x üstə gəl 16-ya. Burada X-i 32 tapırıq. 2 olduğuna görə 32-ni 2-yə vururuq. Deməli, 64, üstünə də 16 gəlirik. Deməli, həmin maddənin molyar kütləsi 80-dir. Ekzotermik prosesləri seçin. Ekzotermik proseslər bilirik ki, istiliyin ayrılmasına gedən proseslərdir. Suyun buxarlanması. Suyun buxarlanması üçün ona istilik verilməlidir. Su istiliyi udmalıdır. Molekulların hərəkət sürəti artmalıdır və molekullar müəyyən enerjiyə malik olur və buxarlanır. Buna görə eksotermik proses ola bilməz. Əhəng daşının parçalanması. Parçalanma reaksiyaları, məsələn, kalsium karbonatın parçalanmasıdır, kalsium oksiddən karbon qazı alınır. Bunun üçün də biz qızdırmalıyıq onu. Ümumiyyətlə, parçalanma reaksiyalarının əksəriyyəti endotermikdir. Kömürün yanması istiliyin ayrılmasından baş verir. Yanma reaksiyaları ayrılma ilə baş verdiyinə görə eksotermikdir. Suyun donması eksotermikdir. Çünki su donan zaman öz istiliyini itirir, ətrafa verir. İstilik ayrılır. NO-nun azot monoksidin yanma reaksiyası. Azot monoksid yandıqda azot dioksid alınır. Yanma tənliyi olduğuna görə istiliyin ayrılması baş verir. Cavabımız 3, 4, 5. 85-ci sual gəlir. 85-ci sual. Deməli, tənlik verilibdir. X mol karbon 2 HY üstə gəl 7 mol oksigen, alınır Z mol karbon qazı 6 mol su. Burada bizə açar nə verir? X, Y, Z cəmini müəyyən edin deyir. Açarımız oksigendir. Bilirik ki, başlanğıc maddələrdə 7 vur 2, 14 oksigen var. Suda 6 oksigen olduğuna görə geriyə qalanı 14-dən 6 çıxanda neçə eləyir? 8. 8 olduğuna görə Z-i 4 yazsaq, Z-i 4 yazırıq. Z 4 olduqda karbon miqdarı başlanğıcda 4 olması üçün biz X-i da 2 yazırıq və bu zaman Y-ı 6 yazırıq ki, 6 vur 2, 12-ni tamamlasın. Deməli, X2, Y6, Z4-dür. 2, 6, 4-ü cəmləyirik. Cavab eləyir 12. 86-cı sualda hansı fiziki hadisədir? Südün turşuması kimyavi prosesdir. Kondensləşmə fizikidir. Paslanma kimyavidir. Distillə fizikidir. Neftin yanması kimyavidir. Deməli, kondensləşmə bir də distillə 2 və 4 deyə bilərik ki, 86-cı sualın cavabı 2 və 4. 87-ci sualda uyğunluğu müəyyən eləyin. Reaksiya tənliklərinə baxırıq. Parçalanma reaksiyası üçün A-nı deyə bilərik ki, parçalanma reaksiyasıdır.
İkinci əvəz etmə reaksiyası C variantıdır. Birləşmə reaksiyası D variantıdır. 1-ə A, 2-yə C, 3-ə D. 88-ci sual gəlir. Cavab vərəqində yerinə yetiriləsi suallardır. Alüminiumun yanma tənliyi verilibdir və tənlikdə əmsallar yazılıbdır və 3200 kJ enerji ayrıldığı verilibdir. 51 qram alüminium oksidi əmələ gəldikdə neçə kJ istilik ayrılır? Reaksiya tənliyində nə var? Elə onun üstünə qoyub yazırıq. Alüminium oksidin üzərinə 51 yazırıq. Alüminium oksidin altına nəzəri cəhddən verilən 2 mol vurulsun 102 qramı yazırıq. Aşağıda istilik effekti 3200-dür, yuxarıya X yazırıq və beləliklə 88-ci sualda deməli tənasibi həll edib 800 kJ alırıq. Cavabımız 800 kJ. 89-cu sualda 2 mol hidrogen, 2 mol azotdan ibarət qaz qarışığının orta molyar kütləsini tapın deyir. Orta molyar kütlə düsturu M orta bərabərdir. Nü1 M1 üstəgəl nü2 M2 bölünsün nü1 üstəgəl nü2. Yəni 2 mol qazın mol miqdarını hidrogenin emeri olan 2-yə vururuq. 2 vur 2 üstəgəl. 2 vur azotun emeri 28 bölünsün. Məxrəcdə 2 üstəgəl 2. Deməli 4-ün üstünə 56 gəlib 4-ə böldürük. Cavab eləyir 15. 89-cu sualda. 90-cı sualda deyir. Veribdir propen molekulunda hibrid və qeyri-hibrid orbitalların sayını tapın. Propen molekulunda hibrid orbitalların sayını tapmaq üçün 4n-2 düsturundan istifadə olunur qısa şəkildə. 4-ü n karbon atomlarının sayı 3 olduğuna görə 3-ə vurub 2-ni çıxırıq. 10 hibrid orbital. Qeyri-hibrid orbitalları tapan zaman isə 2n üstəgəl 2 düsturundan istifadə olunur. 2-ni 3-ə vurub üstünə 2 gəlirəm. 8 qeyri-hibrid orbital olur. Deməli 1-ə 10, 2-yə də 8 cavabı yazırıq. Soruşur. İzahını versək, deməli, əgər maddə 0 dərəcədə əriyib 80 dərəcədə qaynayırsa 0 dərəcəyə qədər bərk halda, 0 dərəcə 80 dərəcə aralığında maye, 80 dərəcədən yüksək temperaturda isə qaz halında olur. Bu element, bu maddə 50 dərəcədən 5 dərəcəyə qədər soyutduqda elə maye olaraq qalır. Axı 80 dərəcə çatmalıdır ki, o qaza çevrilsin. Yaxud da 80-dən yuxarı olduqda qaza çevrilir. 50 dərəcədən 5 dərəcə arasında dəyişmir. X-i götürə bilmərik. Y-da deyir ki, -50-yə kimi maddə bərkdir, 15 dərəcədə isə qaynayır. Müsbət 50 və 5-ə qədər baxaq, müsbət 50-də artıq qaz halında olur. 5 dərəcə Selsi temperaturda isə maye halında olur. Qazdan maye keçibdir, bəli, kondensləşmə baş veribdir. Y-ı götürə bilərik. Z isə 10 dərəcədə əriyibdir, 140 dərəcədə qaynayır. 50 və 5 aralığında isə yenə heç nə dəyişmədiyinə görə, yəni Y-ı götürə bilmirik. Cavabımız yalnız Z-i götürə bilmirik. Cavabımız yalnız Y eləyir. B variantı. 78-ci sualda bizə verilən maddənin tərkibində sigma və pi rabitələrin sayını tapıb uyğun gələn variantı seçməliyik. Və siz bilirsiniz ki, uşaqlar, sigma rabitə tək qatla göstərilir. Tək qat rabitələrin hər biri sigma rabitədir. Əgər karbon atomları arasında, hər hansı atomlar arasında 2 qat və ya 3 qat rabitə varsa, bunlardan birisi sigmadır, geriyə qalanlar ikincisi pidir. Burada 2 karbon arasında 2 qat rabitə var, 1 pi və karbonla oksigen arasında yenə bir pi rabitə var. Onda sigma rabitələri saysaq, hidrogenlərin sayı, üstəgəl karbon arasında bir dənə, 2 üstəgəl 3. Sonra bu tərəfdə hidrogen 4, karbonlar arasında 5, karbon oksigen arasında 6, karbon aşağıdakı oksigen 7 və oksigen hidrogen arasında 8. Sigma rabitələrin sayı X bərabərdir, 8 oldu. Və 2 qat rabitələr 2 dənə olduğuna görə 2 pi rabitə var. Y bərabərdir 2. Buna uyğun cavab götürəsi olsaq, X bərabər olar 4Y-a.
bizim cavabımız uyğun gəlir 78-ci sualda A variantına. 79-cu sual. İyon verilib. Proton sayı n üstəgəl 3, elektron sayı n-dirsə, deməli, elektron sayı proton sayından azdır. Elektron sayı proton sayından azdırsa müsbət 3 yüklü iyon adlanır. A variantı dəmirə uyğun gəlir. 80-ci sualda deyir ki, x üstəgəl y bərabərdir. 2x üstəgəl y bərabərdir. 2z tənliyi və Q qədər enerji ayrılır. Reaksiya üçün hansı ifadələr doğrudur? 1. Endotermik reaksiyadır. Xeyr. Endotermik reaksiyalarda istilik udulur. Homogen reaksiyadır. Qaz eyni aqreqat halında olduğuna görə homogen reaksiyadır. Düzdür. Birləşmə reaksiyasıdır. Bu da düzdür. X və Y-dan bir Z maddəsi əmələ gəlir. Cavabımız 2 və 3 olur. Y variantı 80-ci sualda. 81-ci sualda izotopları göstərir. İzotoplar bilirsiniz ki, proton sayı eyni, nisbi atom kütləsinə görə fərqlənən, yaxud da neytronların sayı ilə fərqlənən eyni element atomları olduğuna görə, eyni element proton sayı eyni yerdə durduğuna görə, proton sayı eyni olmalıdır. Burada bir düz xət proton istiqamətində, bir düz xət üzərində olan elementlərə baxası olsaq, verilənlərə görə, deməli, qrafikdə X və Z. Cavabımız X və Z olmalıdır. 82-ci suala keçirəm. Havaya görə nisbi sıxlığı 2 olan qazın 11,2 litri neçə qramdır? Havanın sıxlığının 29 olduğunu bilirik. D. Havaya görə sıxlıq tapan zaman naməlum qazın sıxlığını 2-yə bölürük. Deməli, 2 bərabərdir X bölü 29. Onda biz qazın sıxlığını, naməlum qazın kütləsini tapdıqda 2-ni 29-a vurarıq, 58 eləyər. 58 qram qaz 58 qram bölünsün mol. Yəni 1 molunun belə deyək, kütləsi 58 isə, bu da 22,4 litrdirsə, 22,4 litri 58 qramsa, 11,2 litri də 58-in yarısı olan 29 qram olar. 82-ci sualımızın cavabı B. Gəlirik 83-cü suala. 83-cü sualda deyir ki, XO maddəsi verilibdir. Maddədə oksigenin kütlə payı 20%dir. Aydın məsələdə oksigen 20%-də, X da orada 80% olacaq. Elə. Və deyir ki, X2O-nun molyar kütləsini müəyyən edin.